Netanyahu Amerika'ya getməmiş, SDQ ilə aranı qarışdırdı, o görüşlər, bu görüşlər. İndidən nə baş versə yaxşıdır. Açıqlama verdi ki, həmin dövrdə mən Amerika deyir görüşündə elə edəcəm ki, Amerika Türkiyəyə F-35'ləri verməsin. Hətta Türkiyənin adından bilgi də yaydılar ki, F-35'lər almaq üçün hətta S-400'lərdən imtina etməyi də ki, Türkiyə bu addımı ata bilər. O qədər söz-söhbət gəzdikləri bir zamanda getdi, orada Trump'la görüşdü. Trump'la görüşəndə də həyasızcasına mətbuat konferansında nəsə Türkiyənin əleyhinə danışmaq istəyərdi. Gördün Trump nə dedi? Dedi ki, Erdoğan'ın kirli güclərin, Bəşər Əsəd güclərinin, terrorçu güclərin darmadağın edilməsində rolu böyükdür. Onun xidmətidir o qüvvələrin. Onun əleyhinə danışmaq olmaz mesajını verdi və belə bir duruma baxmayaraq Zahir bəy oradan açıqlama verib həmin günlərdə Somaliland müstəqil dövlət adında bir özünü dövlət elan qurumu tanıdığını bildirib və dünya xalq dövlətlərinə müraciət elədi ki, Somalilandın bağımsızlığı tanınsın. Təbii ki, ilk etirazını Türkiyə bildirdi. Somalilandın müstəqil dövlət kimi tanınması qətiyyən yolu verilməz dedi. Belə bir tanınmağı rədd etdiklərini bildilər. Azərbaycan Dışişlər Bakanının da açıqlaması Mərdanə gördünüz necə yerində idi. Azərbaycan dövlətinin Dışişlər Bakanı da açıq-açığına bəyanat verib Somalilandı tanımadığını, Türkiyənin xarici siyasətinə kursuna uyğun olaraq bir mövqe sərgilədiyini biz gördük və eyni zamanda bölgə dövlətləri də artıq açıq bəyanatlar verdilər. Misir, Səudiyyə Ərəbistanı, İraq, Suriya nə olsa yaxşıdır Zahir bəy. Birləşmiş Ərəb Əmirliyi Somalilandı tanıdığını bilir. Birləşmiş Ərəb Əmirliyi kimi şarlatan bir struktur bugün İslam dünyasında xəyanət içərisində Somaliland adında kukla bir qurumu tanıyır və təbii ki o Somali də ən çox bugün marağı olan Somali dövlətinin varlığını qoruyan, onun uğrunda mübarizə aparan bir Türkiyəmiz var. Türkiyə Somalidə bilirsiniz əskəri gücü var, üsləri var. Bununla yanaşı qonşu dövlətlərdə Cibutidə Türkiyənin əskəri gücləri var. Həmin bu Somaliland deyilən yerdə onlarla qonşu bir yerdədir. Oranın müstəqilini tanıyırlar. O Somaliland ki 1960-cı ildə İngiltərənin fitnəsinlə, qarantorluğunla müstəqilliyi tanınmış bir dövlət ki onlardan başqa heç kim tanımayıb. Bugün Netanyahu pisliyi belə bir qurumu tanıdığını və dünya dövlətlərinin də onu tanımağa çağırır Zahir bəy və bu Birləşmiş Ərəb Əmirliyi də böyük bir xətanın içərisinə girir. Bu Yəməndə olan Səudiyyə Ərəbistanın böyük bir mega projesi var. Fütüristik, irəli görüşlü böyük bir mega şəhərcik tikilir, böyük. 500 milyardda yatırım qoyub oraya Səudiyyə Ərəbistanı. Dün Yəmənin silahlı qüvvətlərin komandanı elan elədi ki, Birləşmiş Ərəb Əmirliyi bizdən xahiş elədi ki, biz oraları bombalayaq, pulunu da biz verəcəyik dedilər. Səudiyyə Ərəbistanının da bir gəmisini vurdular Zahir bəy, Yəməndə. Səudiyyə Ərəbistanı da o bölgədə olan Birləşmiş Ərəb Əmirliyinin bütün əskəri, iqtisadi güclərini darmadağın elədi. Birləşmiş Ərəb Əmirliyi elan elədi ki, biz tamamilə Yəməndən çəkilirik. Əslində bu Netanyahu'la bu Birləşmiş Ərəb Əmirliyi elə bir addım atdılar. İslam dünyasının əslində bir həm də birləşdirdilər. Bugün Misir, Qatar, Türkiyə, bir də Səudiyyə Ərəbistanı bir arada gəlib Birləşmiş Ərəb Əmirliyinin bu fitnəkar siyasətini qarşı mücadilənin içərisində olduqlarını bildirlər. Sayın Erdoğan da dünən Somalinin prezidentini qarşıladı Ankara'da və elan elədi ki, Türkiyə özünün kosmodromunu Somalidə tikəcək. Artıq Türkiyə qərar verib ki, bir kosmodrom tiksin, o kosmodromda Somalidə olsun və eyni zamanda Somalinin Cumhurbaşkanı elan elədi ki, bu savaşların kökündə o durur ki, Somalidə 2 trilyona yaxın neft qaz yataqları var. Və bunun uğrunda mübarizə gedir, ona görə oranı dağıtmaq istəyirlər. Belə bir durumda bugün Türkiyənin sınırları Afrika içərisinə qədər uzandığı bir dönəmdə İsrailin əslində Türkiyəyə qarşı apardığı bu savaşın
içərisində Birləşmiş Ərəb Əmirliğinin yer alması İslam dünyasına xəyanətdir və təbii ki, bundan öncə xatırlayırsınız Kıbrıs Rum kəsiminin Yunanistanla birlikdə hərbi əskəri bir saziş imzaladılar. Onları hər cürə əskəri dəstək verəcəklərini bildirdilər. Bununla yanaşı hələ Trump da oradan deyir ki, biz Türkiyəyə F-35'ləri verərik, amma bu F-35'lər İsrailə qarşı yönəlməyəcək. Nətər olur, İsrail Türkiyəyə qarşı bütün silahlı güclərindən istifadə etmək hüququ tanıyır. Sənin F-35'lərindən Türkiyəyə qarşı istifadə etmək haqqında bəyanatlar verir. Mən hesab edirəm ki, Trump da artıq mövqeyini netləşdirməlidir. İsraillə ikili-üçlü oyunlara son verib, Türkiyə ilə də oyunbazlığı dayandırmalıdır.